Dostlar, necəsiniz? İnşallah yaxşısınız. Deməli, gördüyünüz kimi real biznes tam köklü bir şəkildə bağlandı. Həqiqətən biz yenə də gördük ki, insanlar necə aldadırlar, necə pullarını mənimsəyirlər. Yəni həqiqətən elədikləri şərəfsizlikdir. Zevsin elədiyi də səhv bir şeydir. Niyə səhv bir şeydir? Çünki deyir reklam eləyirəm, amma yəni belə şey reklam eləməklə yəni pul qazanırsansa, yəni məncə düzgün bir şey deyil də. Düzdür, normal pul qazanır. Prosta yəni düzgün deyil. Yəni burada nə də olsa, nə qədər adam normal pul qoyub, belə Zevsin özü də buradan yəni referral sayəsində nə qədər pul götürübdür. Heç nə. Deməyim odur ki, belə şeylərə girəndə yəni minimum məbləğ qoyun, özünüzü yoxlayın da, yəni çox qoymağın heç bir yeri yoxdur, az qoyun, qazanın, artdıqca fərqli şeylər edin, üstünü qaldırın, necə deyim, daha artıq pul qazanmağa çalışın. Yəni amma pulu artıq vurmayın, heç vaxt yəni belə bir səhv eləməyin. Çünki gördüyünüz kimi pulla gedir, hər şey də gedir. Bu da real biznesin axırı. Bunun yerinə kriptovalyuta daha məqsəd uyğundur. Onu daha çox istifadə edib pul qazana bilərsiniz, amma onu bilən adam yəni öyrətməlidir ki, eləyəsiniz. Yoxsa yəni belə yalandan girsəz pulu batıra bilərsiniz. Əsas da yəni başqa cür pul qazanmaq istəsəz, nə bilim, sərbəst yazıb sata bilərsiniz. Buna da o. Sərbəst yazıb sata bilərsiniz, nə bilim. Və yaxud başqa bir şey. İndi istəsəz onlara da video çəkərəm. PowerPoint-da sunum hazırlamaq, nə bilim, prezentasiya hazırlamaq. Bəli, buradan pul qazanmaq. Yəni düzgün yolla pul qazanmaq lazımdır. Yəni bu qədər uşaqlar. İnşallah hər şey yaxşı olar. Keyfinizi pozmayın. Yəni minimum məbləğlərlə daxil olun. Like atın, yorum yazın və kanala abunə olun. Çox sağ olun.